Trapesiyanın növbəti videosuna baxırıq. Düzbucaqlı trapesiya deyir şərtdə. Ona görə düzbucaqlı trapesiya çəkirik. Düzbucaqlı trapesiya çəkdik. Aha. Düzbucaqlı trapesiyanın kiçik diaqonalı onu iki bərabər yanlı oxşar üçbucağa ayırır. Trapesiyanın kiçik diaqonalı kiçik diaqonalı onu oxşar iki dənə üçbucağa ayırır. Kiçik diaqonalı onu oxşar iki dənə bərabər yanlı üçbucağa ayırır. Deməli bu da bərabər yanlıdır, bu da bərabər yanlıdır. Bu bərabər yanlı düzbucaqlı üçbucaqdırsa, o birisi də bərabər yanlı düzbucaqlı üçbucaqdır. Çünki oxşardılar. Bunun tərəfləri A olsa hipotenuzu A kökdə 2 olur. Bunun da yan tərəfləri eyni olur. A kökdə 2. Belə. Nə qayırmaq olar burada? Cürbəcür metodları istifadə eləmək olar. Məsələn, 2 dənə üçbucağın bu üçbucağın sahəsindən bu üçbucağın sahəsini tapıb toplayıb 96-ya bərabər eləyə bilərik. Trapesiyanın sahəsi 96-dır. Və yaxud da başqa cür bərabər yanlı olduğuna görə 45-45'dir bu. 45'dir. Hündürlük çəksək buradan. Burada da yenə 45 əmələ gəlir. A kökdə 2-dirsə buralar da A'dır. Ondan sonra düzbucaqlı olduğunca burada A'dır. Onda bura hamısı oldu 2A. Onda trapesiyanın sahəsi balaca oturacaq, üstə gəl böyük oturacaq. Böl 2 vuraq hündürlük bərabərdir 96. 3A böl 2. 3A böl 2 vur A bərabərdir 96. 3A kvadratı bərabərdir 96 vur 2. 3'dən 96 gedir 32. A kvadrat 64. A da bərabərdir 8. Hündürlük elə A da 8. B variantı. Aha. Yaxşı sual idi. Həqiqətən çox yaxşı sual idi. Gəldik bura. ABCD paralelogramda AF-dən FT 5/4'dür. Bura 5K. Bura 4K paralelogram olduğu için qarşı tərəflər bərabərdir. AD 9K-dırsa BC də 9K-dır. Sahələrdən söhbət gedir deyə buranı bir dənə belə çəksək. Deməli təpə nöqtələri eyni, oturacaqlar da eyni düz xəttin, adi düz xəttin üzərindədir. Üçbucaqların sahəsi 4K-ya görə 4S, 5K-ya görə 5S. Deməli bu tərəf 9S-dir, diaqonalın bir tərəfi 9S-sə digər tərəfi də 9S-dir. Onda BFDS dördbucaqlının sahəsi 13S-dir. Yuxarı 13S-dir. ABF-in də sahəsi 5S-dir. S-lər gedir 13/5. Bu da maraqlı sual idi. Aha, davam edirik. Aha. Deməli, diaqonalı böyük oturacaq 45 əmələ gətirən bərabər yanlı trapesiya. Deməli, bərabər yanlı trapesiya çəkirik. Bərabər yanlı trapesiya çəkdik. Deməli, böyük oturacaqla 45 əmələ gətirir. Böyük oturacaqla 45 əmələ gətirir. Diaqonal sahəsi 144'dür. Deməli, biz hündürlük çəksək, biz bilirik ki, bərabər yanlı üçbucaqda hündürlüyü çəkəndə böyük hissə orta xəttə bərabərdir. Bura olsun, məsəl üçün bir dənə M 90-45-45'dir deyə elə H da eyni həmin M-ə bərabər olur. Trapesiyanın sahəsi nə idi? Orta xətt vuraq hündürlük. İkisi də M idi. 144, onda orta xətt oldu neçə? 12 hündürlük də oldu. 12, 12, 12, 45 bucağından 12 kökdə 2 oldu diaqonal. Çox yaxşı. Bu sual da getdi. Aha. Keçək növbəti suala. BC 4'dür. Deməli BDC bucağı BDC bucağı 30 dərəcədir. İndi burada 3 bucağın xaricinə çevrə çəkilib. 3 bucağın xaricinə çevrə çəkib. 3 bucağın xaricinə çəkilmiş çevrə radiusunu nətər tapırıq? Tərəf bölək sinus 30 bərabərdir 2R. 4/2'də 1. Bu 2'də 1'dir. 4'ü 2'yə bölmüşlər. 2'də 1'ə böləndə 8 eləyir. R də oradan oldu 4. Deməli O'dan A'ya da R'dir. Radiusda O'dan D'yə də R'dir. Onda bunun hamısı oldu 8. Ondan sonra burada belə bir şey var. Deməli nə etmək olar?
bu ABCD trapesiyasında nə etmək olar başqa? Başqa nə etmək olar? Burada burada nəyi görmürük biz? Nəyi görə bilmirik? Deməli burada diametrə söykənən bucaq 90 dərəcə olur. Bunu da gördük. Diametrə söykənən bucaq 90 dərəcə olur. Sonra burada nə etmək olar? Nə etmək olar burada? Ümumiyyətlə bərabər yanlı trapesiyanın xaricinə çevirə çəkmək olur. Bərabər yanlı trapesiyanın xaricinə. Deməli bu bərabər yanlıdır. Bu hissə ilə bu hissə bir-birinə bərabərdir. İndi bu 30-sa bura neçə dərəcədir? 60 dərəcə. Bu diametr 180-ə əmələ gətirir axı. 180-dən 60-ı çıxıb 2 yerə bölür. Çünki bərabər vətənlər bərabər qövs ayırır. 120 60 60 olur. Onda 60-ın üzbəüz baxan burada 30 dərəcədir. 30 çarpazdan burada 30-dur. Onda yan tərəflərdə 4 4-dür. Niyə? 90 qarşı 8, 30-un qarşısı 4-dür. Aha, onda hündürlük də çəkə bilərik. Hündürlük də çəkdik. Belə eləyək. 90 30 bura 60 oldu. Burada 30 oldu. 30-un qarşısı 2-dir. Onda 60-ın qarşısı 2 kök 3-dür. Onda sahə 4 üstə gəl 8 böl 2 vuraq hündürlük 2 kök 3. O da 12 kök 3 eləyir. Biraz dayandırdı bizi sual. Aha. Diqqətlə baxaq suala. Diqqətlə baxaq. ABCD trapesiyasında AC ilə CD bir-birinə perpendikulyardır. AC ilə CD bir-birinə perpendikulyardır. AC ilə CD bir-birinə perpendikulyardır. SH hündürlüyü var. Perimetri 24 olan ACD üçbucağı sahəsini 9/16 hissəyə bölür. Deməli ACD üçbucağının perimetri 24, onu yadda saxlayaq. ACD üçbucağının sahəsini 9/16-ya bölür. Bu SH hündürlüyü deyir. Onda bura olsun 16S, burada olsun 9S. Təpə nöqtə eyni yerdən başlayır. Oturacaqlar da eyni düz xəttin üzərindədir. Ona 16S-ə görə 16K, 9-a görə. Bunlar oxşar deyirlər də, bildik. Belə. Deməli, davam eləyirik. Sonra nə etmək olar? Burada bir dənə H yazaq. H-ın kvadratı bərabərdir 16K vuraq 9K. H da bərabərdir 4K vuraq 3K-dan. Bura elədi 12K. Bura elədi 12K. 12K 9K bura oldu 15K. 12K 16K bura oldu 20K. Burada hamısı oldu 25K. Pifagor elədik. Perimetr 24 demişdi. Yəni 20K üstə gəl 15K üstə gəl 25K bərabərdir 24-ə. 60K bərabərdir 24-ə. Hər tərəfi deməli 12-yə 5-ə bölsək olar 12K bərabərdir 6-da. Birbaşa hündürlüyü almaq istəyirəm də. Ona görə 5-ə böldüm ki 12K versin. 12K bərabərdir 5-ə böldüm 24 böl 5. 24 böl 5 48 böl 10'da o da 4,8 eləyir. Belə. Davam eləyirik. Davam eləyirik. Aha. Deyir kiçik diaqonalı kör bucağının təmbəl olan düzbucaqlı trapesiya. Deməli bir dənə düzbucaqlı trapesiya var. Düzbucaqlı trapesiya var. Bir dənə düzbucaqlı trapesiya var. Kiçik diaqonalı kör bucağın təmbölənidir. Bu kiçik diaqonaldır. Kör bucağın da təmbölənidir. Kör bucağın təmbölənidir. Kiçik diaqonal kör bucağın təmbölənidir. Düzbucaqlı trapesiyanın kiçik oturacağı 6'dır. Kiçik oturacağı 6'dır. Böyük oturacağı 12'dir. Böyük oturacağı 12'dir. Böyük oturacağı 12'dir. Aha.
Trapesiyanın sahəsini soruşur. Nə ayırmaq olar? Əgər bura alfadırsa, burada alfadır. Z bucağına görə buradakı bucaq da alfadır. Onda bərabər yanlı üç bucaq alınır. Alfanın qabağı 12-dirsə, bu tərəfdə də alfanın qabağı 12-dir. Onda buradan bir hündürlük çəksək biz. 6, burada 6. Düz bucaqlı fiqur alınır axı. 12-dən də 6 çıxdıq 6. Deməli 12 6 varsa 30 60 bucağı da 6-nın qabağı 30-dur. 90-dan 30-un 60-dır. 30-un qabağı 6, 60-ın qabağı 6 kök 3-dür. Belə. Aha, sahəni belə tapırlar. Oturacaq üstə gəl, oturacaq böl 2. Vuraq hündürlük 18 böl 2. 9 9 6 kök 3 54 kök 3 eləyir. Bərabər yanlı trapesiyanın sahəsi bərabər yanlı trapesiyanın sahəsi 240-dır, orta xətti 40-dır. Biz bilirik ki, orta xətti vuranda hündürlüyə sahəni verir. Onda h 6-dır. H-ı tapdıq 6. Orta xəttdə bilirik ki, 40-dır. Sonra yan tərəf 10-dur, bərabər yanlıdır 10. 16 nə qədər eləyir? 8. Onda bütöv, biz də bilirik ki, hündürlükdən, deməli, hündürlüyün əmələ getdi 2 dənə hissə var. O böyük hissəmiş orta xətti, bərabər yanlıda. O 40 ona görə bura qeyd elədim. 16, 8 bura yazdım, obşu oldu 48. Oturacaqları BS və AD olan bərabər yanlı trapez daxilə mərkəzi O nöqtəsində olan çevrə çəkilmişdir. Bərabər yanlı trapesiyadır. Deməli, mərkəz O'dur. Biz bilirik ki, daxilə çevrə çəkilibsə, bucaqlar, bax bu bucaqlar nədir? Tənbölən olmalıdır. Oldu, daxilə çevrə çəkilibsə, bu bucaqlar tənböləndir. Sonra bu mərkəzdir. Mərkəzdən bura toxunma nöqtəsidir bilirik ki. Toxunma nöqtəsi çəkilən həmişə radius olur. Bu R-dir. Bu tərəfdə olsun A. AOB-nin sahəsi 20-dir. Yəni A vuraq R böl 2. Bu hündürlük rolunu oynayır axı burada R. AOB üç bucağının hündürlük rolunu oynayır. Deməli A vuraq R böl 2 bərabərdir 20. A vuraq R bərabərdir 40. Sonra biz bilirik ki, deməli, tənbölən üzərindəki nöqtədən burada perpendikulyar çəksən, aşağıda çəksən, onlar da bərabər olur və yaxud da mərkəzdən çəkilən bu toxunanlar radiuslardır. R, onda hündürlüyümüz oldu 2R. Bunu da başa düşdük. Sonra nə bilirik? Bu yan tərəfin biri A-dırsa, o birisi də A-dır. Biz bilirik ki, oturacaqlar cəmi elə yan tərəflər cəminə bərabərdir. Bir də deyirəm, oturacaqlar cəmi yan tərəf cəminə. Nəyə görə? Çünki daxilə çevrə çəkilib. Daxilə çevrə çəkəndə üzbəyiz tərəflərin cəmi bərabər olur. İçəri ki, çevrə çəkildi. İçəriyə çevrə çəkildi. Belə. A, B, C, D. A ilə B-nin cəmi C ilə D-nin cəminə bərabər. Ona görə də oturacaqlar cəminin əvəzinə elə yan tərəflər cəmindən istifadə edirəm. Demək, orta xətti tapan biz oturacaqları toplayıb 2-yə bölmürdük. İndi isə burada yan tərəflər toplayıb 2-yə bölürük. A üstə gəl A böl 2. Orta xəttimiz oldu A. Hündürlüyümüz də oldu neçə R? 2R. Ondan da trapesiyanın sahəsi tapıldı. Oldu 2 vur A, R. A, R də 40-dır. 2 vur 40. O da bərabərdir 80-ə. Çevrə xaricinə çəkilmiş bərabər yanlı trapesiya. Çevrənin xaricinə çəkilibsə trapesiya. Çevrənin xaricinə çəkilibsə trapesiya. Çevrə içərdədir. Çevrənin xaricinə çəkilibsə çevrə içərdədir. Çevrənin xaricinə çəkilibsə çevrə içərdədir. Çevrənin xaricinə çəkilibsə çevrə içərdədir. Çevrənin xaricinə trapesiya çəkilibsə çevrə içərdədir. Çevrənin xaricinə
trapesiya çəkilib, çevrə içəridədir və oturacaqlar 8 ilə 18-dir. Özü də deyir bərabər yanlı trapesiyadır. Əgər içəridə çevrə varsa üzbəüz tərəflərin cəmi bir-birinə bərabərdir. Amma bu bərabər yanlı trapesiyadır deyə bura A-dırsa burada A deməliyəm mən. İçəridə çevrə olduğuna görə üzbəüz tərəflərin cəmi bərabərdir. A üstəgəl A 2A bərabərdir 26. Onda A oldu 13. Aha. Deməli 13 oldu. 13 oldu. 8 18. Hündürlük çəkirik 2 dənə. Deməli bura 8 18-dən 8 çıxanda yarıya bölük 5 5 13 5 hündürlük oldu 12. Onda sahə nədir? Oturacaqların cəmi bölükü vuraq 12. Hazırdır bu da. Aha. 28-ə keçirik. Oturacaqları 12 və 18 diaqonalları qarşı perpendikulyar olan bərabər yanlı trapesiyanın sahəsini tapın. Burada deməli bərabər yanlı trapesiyanı çəkdik biz. Bərabər yanlı trapesiyanı çəkdik. Aha. Diaqonal perpendikulyardır. Burada bir uzantı eləyirik. Bax bu bir diaqonal, o birisi diaqonalın əvəzinə yəni ki paralel çəkirik də ona bərabər olan paralel çəkirik. Burada diaqonallar perpendikulyardırsa burada da perpendikulyardır bilirik. Belə. Deməli bura 12, bura da 12, bura 18 və diaqonallar bir-birinə bərabərdir deyə burada bərabər yanlı düzbucaqlı üçbucaq əmələ gəlir. Burada 30'dur. Biz də bilirik ki bərabər yanlı düzbucaqlı üçbucağın hündürlüyü bərabər yanlı olduğuna görə median rolunda oynayır. Mediandırsa da hipotenuzun yarısına bərabərdir. Oldu neçə? 15. Deməli elə trapesiyanın hündürlüyü 15 tapıldı. Onda sahə oturacaq üstəgəl oturacaq bölü 2 vuraq 15. Belə.